əhalinin nəzərinə artıq evində yaşamayanlar da işıq pulu ödəyəcəklər. Azərbaycanda mənzili olan, amma orada yaşamayan vətəndaşlar elektrik enerjisinin haqqını sabit tariflə ödəyəcəklər. Report xəbər verir ki, bunu Energetika Nazirinin müavini Samir Vəliyev deyib. Məsələn, deyək ki, vətəndaş elektrik enerjisinə ayda 5 manat ödəyir. Bura həm bilavasitə elektrik enerjisinin istehsalına, həm də onun paylanılması, ötürülməsinə və sair çəkilən xərclər daxildir. Yeniliyə əsasən elektrik enerjisinə görə ödənilən vəsait 2 hissədən ibarət olacaq. Məsələn, hər hansı 10 binanın 8-də yaşayış var, amma ikisində yoxdur. Transformator məntəqəsi onsuz da qurulmalıdır. Onun xərci tarifin içərisində olmalıdır deyə Samir Vəliyev vurğulayıb və bildirib ki, yenilik ondan ibarətdir ki, onun xərci ayrılsın. Həmin 2 mənzildə yaşayanlar da ayda həmin sabit tarifi ödəyəcəklər. Əslində bu, binada yaşayanların yükünü azaldacaq. Bu istiqamətdə yük paylaşılacaq. Qanun layihəsinin hazırlanması zamanı beynəlxalq təcrübədən istifadə olunub.